üzünüzə baxıb insan yer üzündə cənnət əhlini görür. Sizin nisbətinizdən hamımızın nur yağır. İnşallah ki, qalib olaraq torpaqları azad edəcəksiniz. Allah'ım halkımızı tezliklə qələbə çalmasını nəsib eyle. Amin. Allah'ım şəhidlərimizin məqamını daha da âli eyle. Amin. Onları Kərbəla şəhidləri ilə məşhur eyle. Amin. Yaralılarımızın sağalmasını nəsib eyle. Amin. Bu balaları inşallah qazi kimi torpaqlarını azad eləmiş halda öz evlərinə tezliklə azad edib qayıtmalarını nəsib eyle. Amin. İnşallah Allah tezliklə bütün müsəlman torpaqlarının azadlığını nəsib eləsin. Başda da Qarabağımızın azadlığını nəsib eləsin inşallah. Amin. Bütün burada olan əzizlərin ruhiyyəsi Həzrət Əbəlfəz ağanın ruhiyyəsi kimi ali və şücaətli olsun. Sizin də hamınızın bir nömrəli vəzifəniz nizam intizama riayət eləmək, əxlaqla və şücaətlə inşallah bu torpaqlar azad olacaq. Peyğəmbər və ali Peyğəmbərin gül camalına salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed.